Bismillahirrahmanirrahim. Ulu Tanrının adıyla beyin mühəndisliğine qarşı Türkçə əski kitablar proqramının 461-ci bölümün başlığı xeyirli olsun. Keçənki cələsədə əvvəlcə Leyla xanımın divanına baxdıq. Bununla belə ki, bizim şeylərimizə tutmurdu, ölçülərimizə tutmurdu, amma yerləşdirdik. Xanım olduğu üçün bir istisna qail olduq. İkinci kitab ki, bir araşdırma vəziyyətində o kitabla yanaşdıq. Mərhum Sultan Süleyman Qanuni ya Magnificent Süleymanın divanlarından 5 danasını indirdik və bunları bir-biri ilə tutuşdurduq. 2 danası qaldı ortada, yəni bir-birlərinə bənzədikləri üçün. Birinin 600 neçə səhifəsi var və birinin 264 səhifəsi var. Bu 2 dananı istədik bir-birinə tuturaq, görək nə fərqi vardı. Birinci fərqi ki, gözümüzə dəydi, budur ki, o səhifənin ki 564, əlbəttə bunun səhifəsi çoxdur, onu yerdə aşmalıyıq. 602 səfəlikdir. O 602 səfənin üst-üstə 22 səhifəsi farsdır. Farsca Həzrət Süleymanın qəzəlləri və iki beytləridir. 9 səhifə əvvəldən boşdur, 9 səhifə axirdən boşdur və beləliklə 562 səhifə yazı qalır ki, onun 22 səhifəsi şeydir. Hesablasaq hududən 10%-dan da az gəlir. 5% hududunda. 5% olur. Hətta 5%-dan da az gəlir. Çünki 20 səfəni 4 yerə bölsək 5 olar. 400-də olar 5. İndi bu 562-dir. Hududən 3% bu cürsə Sultan Süleymanın divanının 3%-i farsca yazılmış ola bilər. Sıfıra çox yaxın bir şey. Amma bununla belə biz əhəmiyyət veririk, dedik ki, çox önəmlidir. Bizim sultanımız və xəlifəmiz tək bir dildə yazmayıbdır, bəlkə bir neçə dildə yazıbdır. İndi umaram ki, eləyə biləm, onları tapam ki, hancısı o 500 səhifə idi və hancısı aşağı idi. Bunları tapmaq indi mənə zor olacaqdır. Görüm ki, axtarım, tapa bilsəm yaxşı olacaq. Bu Sultan Süleyman Qanunun çap olmuş əsəridir. Əlbəttə çap olduğu üçün bunu da qoyduq qırağa. Bu da 238 səhifədir. Bunu yadımızdan çıxıbdır, o kitabların içində yazaq ki, məncə bu ehtimalən axirinə baxmadıq. Ola bilər ki, axirində fars şeirləri olsun. Mən baxıram bunların axirlərinə, görürüm ki, bunun axirlərində fars şeiri ola bilər ya yox. 200 mən bunu 220-dən baxım tazaşdan. Tamam, 206-ya gəldik əslən. 206-dan bu səhifədəki şeirlərə baxaq, görək ki, nələr var. Bura türkcədir, bəzmigahidir, macera günü. Gördüyümüz kimi burada şeirlər türkcədir hamısı. Ehtimal mən verirəm ki, bu, əlbəttə bunun tarixini də baxa bildik. Bu da önəmli bir kitabdır, hər halda çap olubdur. Xublər gərçi mühibbi aləm içrə çox vəli, mühibbi ruxlərindən qəddün təmaşa eyliyüb yarın. Hər beytidən təqribən hər şeirin sonundan ey mühibbi dar dünya kimsəyə qalmaz vəfa, qılmaz vəfa. Ey mühibbi möcüzi nəzmün əcəm iqliminə irsə, qılırsa zində qəbrində əcəmi ruhi Süleymani. Qalırsa zində qəbrində əcəmi zində ruhi Süleymani. Məani bəhrinə taldi, mühibbi buldi cövhəri. O birisində ey mühibbi ləzzəti dərd-ü bəlayı bana sor, bana sor, bana sor. Dil keşverini naz ilə yıqdı mühibbi yar.
Qanimi içməgə gəldikcə bənim qəmzəyi dust, bu mühibbidir ana, can ilə səhafi. Mühibbi fürsəti fovt etmə zinhar, mühibbi vaxtidir qıl cürmə tövbə. Şəm'i vəş nasih olunca gecələr yaşlar dökər, ey mühibbi eşq ilə pürnar gördüm gün kəndimi. Axər səni bu aləmə rüsvay aləm edər, səqlə mühibbi kimsəyə demə bu razuni, razı heç kəsə demə. Və bu şeirdə deyir ki, bir luqmə ilə ey dil bir xirqə ixtiyar et. Bir luqmə ilə ey dil bir xirqə ixtiyar et. Görməz misən ki aləm xəlqi nifaqa düşdü? Mühibbi şeirini bülbül sərağaz edə gülşəndə. Ləblərin sirrin bülüb verdim miyanından xəbər. Afərin eydər mühibbinin görən idrakini. Görürsünüz ki, hər səfədən bir neçə kəlməyə, yəni baxıram ki, görüm cavab içində farsısı var ya yox. Məsələn, burada bir ab əncuri gördüm. O məni gəldi ki, görüm bu şeir farsça olar ya yox. Mühibbi cam-ı eşqini əcəldən şöylə məst olmuş. Ya da içəldən. Mühibbi cam-ı eşqini içildən şöylə məst olmuş. Görənlər bilməyib sanur içübdür ab-ı əncuri. Yenə səfələri davam edirəm. 206-dan başlamışdıq baxmağa, 219-dur yox hala. Bu mühibbi dərgəhindən dur olub, müddəilər üçün sənə məhrəm kimi. Baxıram hala aynıdır. Görüm ki, bir yəni bu çap olmuş, şuna baxıram əlan. Bunun əlbəttə dedim ehtimalən bu elə əl yazı ilə yazılsa ola 600 səfə. Ona baxıram ki, görüm bunun içində bir farsça bir şeir bunda var, çap eləyiblər, yoxsa bu farsçasında da yoxdur. Davam edirəm hala, buna baxıram. Burada ehtimalən təcnisə yetişdik. Bir təcnisə baxırıq ki, o da uzun bir təcnis imiş və burada yenə də şeirə baxırıq. Şeirlər, qəzəllər uzun və əcəba bu 3 beyti, 2 beytlər nə deməkdir? Bilmirəm ki, bunlar. Baxıram ələn, bunlar da yenə fars deyirlər, türkcədirlər. Dostlarımız ki, YouTube-da baxırlar canlı, səfəni görə bilirlər. Hətta buna görə şey olsun, bunu kaş əvvəldən bu işi görəydim, yadıma düşəydi, yekəldiydik və səfəni biraz həm yekə hamısı görsənəydi, həm də ki, səfələri görə biləydik. Qəşləri altında ruyun görübən yarın dedim, Qovs bürcündən tulu etmiş gibidir aftab. Və kitabın sonu Təmmət Divan deyə burada 236-cı səhifədə qutarıb və cildi göstərdi. Bu bizim istədiyimiz deyil. Əlbəttə bunu qeydaq, bir əvvəl səfəsinə də bir baxaq ki, bu görək əcəba tarixi hangi tarixdə çap olub. Ən azından bunu bilək ki, neçə il bundan qabaq çap olubdur. TBMM kütüphanəsi adında belə bir şey vurubdur. Mətbəi Osmaniyyə 1308-də, yəni 140 il öncə bu kitab çap olubdur. Fikirəm bunu dünənləri ilə oxumuşuq buraların. Ehtiyacı yoxdur bunu oxumağa. Oxumuşuq buraları. Gördüm biraz. İkinci kitab ki, oradan açacağıq. Budur, görək bunda neçə dana vardı, neçə səhifə vardı. Ehtimalən bu 600 səhifə olan kitab divandır.
Bu 264 səhifə olandır ki, budur. Bunu biz oxuyırdıq birin. Bu iki dənəni istirdik müqayisə eləyək və üçüncüsü bu bunda nə var? Bu da 264'te aynı kitaptı. Bunu bağlırıq. Çünki bu aynı kitaptı. Hər şeyi odur. Onları delete eləməliyik. Çünki qalmasının heç xeyri yoxdur izafələrin. Bu 264'dür. Gene də aynı kitaptır. Amma bunu gene də bağlayaq. Bu 602 budur. Tamam. Sultan Süleyman bu dedik ki çapdır. Bunu bağlırıq. Əlbəttə burada mən saxlayacağım. Bu hangisi idi? Birincisi idi. Bunu saxlayacağıq. Bu çapdır. Qabağında mən yazım çap ki çap bu o olacaqdır. Bir də bunu açdıq. Bu da 602-dir. Ehtiyacı yoxdur. Bu vəsətdə bu 2 dənəni silaq geçsin. 3 dənəni hətta. Yox, burada biri də o birisi bu çap idi. Bunlardan da bunu saxladıq. Bu 2 dənəni delete eləyək geçsin. Tamam. Onlar indi biraz kompüterimizin yükünü istirik ki, oradan ki mümkündür azaldaq. Şimdi gedək o 2 dənə kitabımızın özəlliklə o bu başdakı dedik ki o çap olmuşdur. Bu qalsın və bu əlyazmadır və bu da əlyazmadır. Fərqləri budur ki bu 264 səhifədir, bu 602 səhifədir. Bu fərqləri gördük. Ondan sonra içində əlbəttə cildlərinin də fərqi var. Bunun cildinə diqqət eləsəz bu vəziyyətdədir. Burada yekəldirəm kamil görsənsin. Bu da cildinin həm içidir, həm də ki cildin içəri tərəfidir. Bu da qapağı var odur və beləsi gəlir və şeir beləsi başdır. Bu çox bir əyan bir kitabdır. 602 səhifədir. Bu birisi isə bunu da keçsək əvvəlinə, bunun da cildi yenə də çox bir möhtəşəm bir cildi var və ondan sonra bu səhifəni görürük, möhürləri və kitab yetişir bura, içəridə görürük ki, belə bir yazıdır. Əcəba indi burada bir məsələ vardı ki, əcəba mən bu 2 dənəni ayırım buradan, bunları bir-biri ilə tutuşturanda görək ki, şeirləri əvvəldəkilər birdirlər ya yox. Hangisi qaldı burada? Neynədik biz bunu? Tamam. İndi biz burada 2 dənə divanla üz-üzəyik. Bunu biraz yekəldəcəyəm. Səhifəyə yerləşsin. İkisi də və bu. Bunu da biraz yekəldik ki, oxuya bilək. Beləsi Divan-ı Muhibbi Qanuni Sultan Süleyman Əleyhir-Rəhmə. Bu orada başlıq yazılıbdır. Burada da yazıbdır ki, bunu da mən biraz yekəlsəm yaxşı olar. Biraz divanın için görək. Bil cəlaluhu cəllə cəlaluhu در مناجات قاضی الحاجات əmmə nəvaluhu. Belə bir vəziyyətlə burada yazılıbdır. Kitab divanın adı yazılmayıbdır. Bu ondan. Divanı görürük, çox gözəl bir təzhibi var başının üstündə. İndi gedək, başlayaq. Zikri Bismillahirrahmanirrahim. Aşkar-ı cizli sen alim. Aşkar-ı cizli sen alim. Aynı bu da başlanıbdır, amma burada imla fərqi var, ehtimalən biraz. Zikri Bismillahirrahmanirrahim.
aşkara gizli, aşkara orada yazıbdır. Aşkara gizli, burada yazıb aşkaru gizli, burada yazıb aşkara gizli, sən əlim. Burada sənin altında 3 dənə də bir nöqtə qoyubdur gözəllik üçün, o şey üçün deyil. Yəni fərqi burada bir vav vardı aşkardan sonra, aşkaru gizli sensin əlim, burada aşkara gizli sən. Məncə vav doğru gələcəkdir. Dərdüməndəm dərdümə eylə dəva, kim qəmu xəstələrə sənsən həkim. Aynı şeiri burada görürük ki, dərdüməndəm dərdümə eylə dəva, ki qəmu xəstələrə sənsən də həkim. Burada görürük ki, beləsi bir fərqləri o qədər yoxdur. Amma bunu davam etməyəcəyik. Bizə indi bu 600 səhifə çox önəmlidir. Bu qalsın. Bağlıram burada. Bu 600 səhifə çox önəmlidir. Çünki biz bununla fars şeirləri də oxuya biləcəyik. Qətən onda bəzi türkçü şeirlər olmasa burada var. Yəni o fərqi ola bilər. İndi onun üçün də bunu biraz görək ki, bu da çox kiçik olur. Beləsi olanda çox gözəl görsənir, amma mənim gözümə kiçik olduğu üçün əziyyət çəkirəm biraz. Mən bunu geçəldim ki, rahat oxuyayım. Zikri Bismillahirrahmanirrahim. Aşkar و gizliyə sənsən əlim. Dərdiməndəm dərdümə eylə dəva. Kim qəmu xəstələrə sənsən həkim. Qəmu yəni tamam, külli. Xəstə yəni məriz, bimar. Hamdülillah ki Muhammed ümməti eylədün bu bəndələri ya Kərim. Bu bəndələri Muhammed ümməti eylədin, həmd olsun sənə. Son nəfəsdə səqlə imanım bənim. Bulmiyə yol anə şeytan-ı rəcim. Mustəfanın hürmətinə ya ilah. Sən müyəssər eylə cənnat-u nəim. روز محشرdə mühibbi bəndəni ərməani rəhmətündən ya rəhim. Ərmə iki dənə şey vardır. Bir arama deyə bilərik. Arəmə, yəni aralama, uzaqlatma. Bir də ərmə, yəni tək onu rəhmətindən arındırma, təmiz eləmə. Rəhmətin onu da tutsun. İkinci şeiri başlayırıq. Qəzəli görək ki, kəlam-ı həqqə hər kim ki görüldən olmaya mail, olur hər etdüci əbtər u hər nə eyləsə batil. Kəlam-ı həqqdən hər kim ki gönüldən olmaya mail, olur hər etdüci əbtər u hər nə eyləsə batil. Əgər zahir gözü ilə mən nə qəm cananı görməzsəm, əgər zahir gözü ilə mən nə qəm cananı görməzsəm, və həmdülillah ki çeşmi can açıqdır, anə yox hagil. Gecə və gündüz əndişəm nigarın fikri zikridir. Gecə və gündüz əndişəm nigarın fikri o zikridir. Əsər gər qəlmiyə bəndən o halət olmaya zahil. Rubati köhnədir dünya köçər çün karvani ғəm. Karvan işlətməyib, karban deyibdir. Əcəba karvan dediyimiz şey həman karbandır. Çünki karban yəni iş görən, işi düzəldən, cürriyən, bu cürsi demək olar, mühafizət eləyən. Kərvan addır. Amma əcəba karban deyil olub karvan. B ilə və bir-birinə çevrilir. Ona görə ola bilər ki, o cür olsun. Rubati köhnədir dünya köçər çün karibani ғəm.
Buna dil bəğləməz dana, gönül verməz ana aqil. Mühibbi tərhi qıl dildən bu hayuhuy darani. Mühibbi tərhi qıl dildən bu hayuhuy darani. Əlbəttə burada bir T kimi görsəniz, ehtimalən darati olsun, amma dara mənisi, darati mənə vermədiyi üçün elə darani, varlıq. Sana ancaq bu sevdadan bəla və qəmdür hasil. Sana ancaq bu sevdadan bəla və qəmdürür hasil. Üçüncü beytə keçirik. Üçüncü beyt dedim. Üçüncü qəzələ keçirik. Görək ki, nədir? Bilirsiniz ki, qəzəllər mən o cür ki oxumuşam 8 ilə 15 beyt arasında, 16 beyt arasında ola bilir. Bunu görürük. Dəsti qüdrəti ilə yox ikən aləmi var eylədin. Dəsti qüdrəti ilə yox ikən aləmi var eylədin. Xəlqini müslim qılıb kimini küffar eylədin. Xaridən güllər bitirdin, nəxlidən xurmayı tər. İbrəti üçün güllərinə hikməti. Burada bir şey düşübdür, yazı silinibdir. Cəlibdir ki, bu indi diqqət edirəm. Burada damcı kimi bir şey düşübdür. Ehtimalən əsid olacaq ya hər nə olacaqdır. O iki yerdə düşübdür, amma birində xəttin üstünə düşübdür, yazının üstünə düşübdür, üstü silinibdir. Xaridən güllər bitirdin, nəxlidən xurmayı tər. İbrəti üçün güllərinə hikməti. Bunu mən gedib o birisi kitabdan baxmalıyam. İndi onu əgər bağlamasaydı, bəlkə onu eləyə bilərdi ki, oradan görək bu qələt üst örtülən kəlmənin mənası nədir? Dedi ki, qüdrətin dəsti qüdrətlə bu aləmi, bu yox ikən bu aləmi var eylədin. Xəlqi müslim qılıb kimini küffar eylədin. Xaridən güllər bitirdin, nəxlidən xurmayı tər. İbrəti üçün güllərinə hikmət izhar eylədin. Burada hikmət izhar eylədin olacaqdır. İbrəti üçün güllərinə hikmət izhar eylədin. Kiminə verdin behiştu xələt-u tac-u kəmər. Kiminin, burada da kəməri biraz silinən kimi olubdur. Kiminin yerin cəhənnəm mənzilin nar eylədin. Kiminin qəddini qıldın sərv-i ər-ərdən yücə. Kiminin qəddini qıldın sərv-i ər-ərdən yücə. Gözlərini yaşı kiminin cuy ənhar eylədin. Kimin əflakə çıxardın andu verdin cay xas. Kimin əflakə çıxardın anda verdin cay xas. Kimini qəri zəmin içində səngisar eylədin. Ya da səksar eylədin. Səngi görsənmir. Səksar eylədin, itə bənzətdin, ya it kimi elədin. Kimini qəri zəmin içində səksar eylədin. Fikir eləyin ki, məsələn, bilirsiniz, itlər yolda keçəndə ağaçların dibinə falan pislik edərlər. Bəzi adamın da görürsünüz ki, əski adamlar gələrlər, o adamı əzəllər, gedərlər. Bəlkə o əskik adamları it hesablayır və o əskik adamda ki, o yerin altına Allah yerləşdirib, o da o itlər, it kimi adamlar gəlirlər onun üstünə, pis elirlər, gedirlər. Ruz rövşən eylədin əmrünlə gün etdi tulu.
ruzi roşən eylədin, əmrün nə gün etdi tulu, gecə əncümlər ilə zin edib tar eylədin. Hal dil ilə zikrini eylər sənin sənc o həcər. Hal dil ilə zikrini eylər sənin sənc o həcər. Söylədib hər birini qudrətlə güftar eylədin. Burada diqqət buyursanız bir dana yazıda çox bir iş işlədibdir. Hal dil ilə zikrini eylər sənin sənc-ü həcər. Burada səninlə sənc aynı imlə ilə yazılır. Aynı imladır. Heç fərqi yoxdur. Amma biri sənin, biri sənc oxunur. Söylədib hər birini qudrətlə güftar eylədin. Yarı qıldın kimini tevhid dildən getməyib. Yarı qıldın kimini tevhid dildən getməyib. Kimini mərdud edib, kimini əhyar eylədin. Güllər ilə gülşən içrə xar qıldın həmnişin. Güllər ilə gülşən içrə xar qıldın həmnişin. Gecələr ta subhədək bülbülləri zar eylədin. Zahidə ərzani qıldın kəvsəri huri behişt. Bu mühibbi həman talibi didar eylədin. Çox gözəl, dərin, yəni bu dərinlikdə bizim bir sultanımız olsa, təbii ki, dünyanı almalıdır. Və bizim bu günləri İslam dünyasında, müsəlmanlar dünyasında təəssüflə başda oturanlar acaba bu fikirlərin %1-nə yetişirlərmi? Bir ayrı qəzəli oxuyaq, sonra keçəcəyəm hər neçə səhifədən bir qəzəl, məsələn, hər 50 səhifədən ya 40 səhifədən ya 30 səhifədən bir qəzəl baxarıq, görürük ki, halım necədir. Və ləhu eyzən xəllədə Allah Teala mülkəhu. Burada indi görürük ki, bu kitab ikincisi, birincisinə bax, o şey, yəni 600 səhifə olan 602 səhifəlik Divan-ı Mühibbi Həzrətləri Şahın Sultan Süleyman Həzrətlərinin yaşam çağında yazılıb. Burada indi bu şey önemlidir. Bu cümlə ki yazdı çox önemlidir. Acaba bu kitabı yazanda ki indi özü yazıb cəm eləyibdi, verib deyib ki bunu xəttatlıq edin, hazır eləyin filan bəhman. Çünki özünə və ləhu eyzən xəllədəllah Teala mülkəhu, Allah onun mülkün saxlasın, bu diriliğin göstərir. Acaba bu kitabdan sonra şeir yazmayıbdı yəni? Bu bir önemli bir sualdır. Ola bilər ki, bundan sonra da şeir yaza, özündən sonraki kitablarda bu gələ. Çün əzəl rəssam qudrət yazdı hüsnün bir kəmal, bər kəmal. Çün əzəl rəssami qudrət yazdı hüsnün bər kəmal, nəqş sün'idə sün'idir, nəqş sün'idir, ərişməz ana heç fəhmü xiyal. Gülşən isrə qavmətün yanində sərvün qəddi pəst. Gülşən isrə qavmətün yanında sərvün qəddi pəst. Ləblərin göftarını eşitdi olduğuncəlal. Ləblərin göftarını eşitdi olduğuncəlal. Burada yenə də bir kəlmənin üstünə təəssüflə bir
əsi kimi bir şey tökülübdür və kəlmə oxunmur kamilən. Tamlayıbdır ehtimalən olacaqdır. Mən buna baxaram. Fikri zatündə çubu əqlüm bənim. Görürüm ki, bu o birisi kitabda dəst qüdrətində yox. Dedik ki, dəst qüdrətində yox kim aləmi verdin. Xalqi müslim o bu deyil, bu birisiydi. Çün əzəl rəssam qüdrət ba yazdi hüsnün bərkemal sün inəkşindir erişməz anə heç vəhmi xiyal Gülşən içrə qamətün yanında sərvün qəddi pəs ləblərin cuftarini eşitdi olduğunca lal çaç olubdur. Burada çaç yazıb, amma burada biraz nəzərimə fərqli gəlir. Burada yazıb çaç ola bilər ki, elə o cür olsun, amma burada dəstəli tel nəzərimə gəlir yazıbdır. Görək ki, onda nə cür görsənir. Bunu bir buradan çıxardım, gətirim, qoyum bu tərəfə. Bu nə cür olur? Bu 4 dana olur. Bunu başarsam elə özüm bunu elərəm, amma başarmıram təəssüflə. Bu əzəldən bunu oxuyurdu. Görək ki, bunun çaç olubdur fikri zatündə qəmu əqlüm bənim. Burada da odur deyil. Burada nəzərimə ta yazılıbdır. Tampılıbdır fikri zatündə bu əqlüm bənim. Burada ta oxunur. Mən nə mənə olubdur oxunur da. Mən fikir zatündə bu əqlüm bənim. Pəs nə yüzdən vəsfini eydəm ki oldum bi məcal. Etməsən nuri şəriətlə münəvvər aləmi. Tutər idi bu cəhani sərtasər deyil. Sərtasər zulm-i zəlal. Ey mühibbi mərdisin aldənmə dəhrün alinə. Ey mühibbi mərdisən aldənmə dəhrün alinə. Malu cahilə pisini aldəmüsün saqın bu zəval. Malu cahilə səni allədməsün saqın bu zal. Zal bu başı ağ qoca. Teşnəyəm çün qədrinav həmsən mürüvvət kanisən. Teşnəyəm çü qədrinav həmsən mürüvvət kanisən. Ümərəm edib şəfaət verəsən abi zulal. Gedək, indi buradan bu işi görəcəyəm. Gedəcəyəm, görüm ki, hangi səfədə biz oxuyaq. Hər 30 səfədə bir qəzəl. Fərq eləməyəcək. İndi burada neçinci səfədə yox, 7-ci yox. 37-yə gedək 40-a da. Buradan gedək 40-a və ondan sonra 30 gedək. Görək ki, nə olur. 40 yox. Bir uzun şeir var, bir dənə də qıssa şeiri var. Hangisini oxuyaq? Qıssanı oxuyaq. Vadiye hicrə düşüldən oldu bu dil biqərar. Vadiye hicrə düşəldən oldu bu dil biqərar. Anlayıb tasub olunca ağlaram ben zar zar. Sinə səhrasına kim dedi məhəbbətdən nəhal. Sinə səhrasına kim dikdi məhəbbətdən nəhal. Görmədi dərdü bəla mehnətdən özgə bir bərcübar. Görmədi dərdü bəla mehnətdən özgə bərcübar. Ateş eşqə yananlar
غل غشten pak olur. Ateşi eşqə yananlar غل غشten pak olur. Butədə qal ölməyincə sim و zər olmaz əyar. Hər geçən fikr eyləsəm la'li ləbi meygunini, meycun yəni meyə bənzər ləbini. Hər geçən fikr eyləsəm la'li ləbi meycunini, şadılıqdan qətrə-qətrə gözlərimdən qan təmar. Damar, təmar, dammaq. Qılsa sürdüm dün gecə eşqün rumuzun bilmədi. Qıssə sordum ehtimalən. Qıssə yəni çox xülasə. Qıssə sordum dün gecə eşqün rumuzun bilmədi. Bana sordu ben dedim ölmək gərək Fərhad var. Bana sordu. Mən ondan sordum o bilmədi. Qıssə sordum ya da Qeysə də ola bilər. Qeys bir ərəb aşıqdır, çox məşhur, bəlkə onun adıdır. Qeysə sordum dün gecə eşqin rumuzun bilmədi. Qeysidən sordum ki, eşqin rəmzi rumuzu nədir? Bilmədi. Bana sordu, o mənə sordu. Bana sordu, mən dedim ölmək gərək Fərhad var. Fərhad kimi gərək dağ dələsən. Bir mühibbi kimi var mı dedim ey can bülbülün. Bir mühibbi kimi var mı dedim ey can bülbülün. Eşve u naz ile geldi Ğunçebeş dedi hazar. Dedi hazar, hazar zar vurmaqdır. Neçə dək edəsən zoru cəfa xəşmi dəstüm. İştibah eləmişəm. Neçiyədək edəsən zoru cəfa xəşm و sitem. Ki sakın xəttün gəlir axır olursan şərmsar. Buradan bunu oxuduq ki, indi 80-ci 70-ci səhifəyə. Əslində bu biz 60 səhifə gedirik da, bunu diqqət eləməliyik, çünki cüt-cüt gedirik. Burada bir şeir elə əvvəldə gəldiyi üçün onu oxuyacağam. Deyir o dərsə, mən burada pıya olur, amma mən deyir oxuram. Deyir o dərsə zülfünün hər bir qılın canlər qopar. Ola bilər ki, mən qələt oxuram. Dəpərdürsə zülfün, dəpərtmaq, təpərtmaq, dəpərdürsə zülfün, zülfün tərpətsə, dəpərtsə, tərpətsə. Dəpərdürsə zülfün hər bir qılın canlar qopar. Hər tərəfdən neçə yerdən ah و əfğanlar qopar. Aləmi qər edi sər, dür sər be sər əşküm bənüm. Aləmi qərq edib sər, edibi sər, sər be sərdə sər. Acaba bu aləmi qərq edib sərdər be sər əşküm bənüm. Həsrət ilə xoşbu çəşmimdən ki həsrət ilə işbu çəşmimdən ki baranlar qopar. Baranlar qopar. Naz ilə göftara gəlsə Ğunçəbəş orşaxı gül. Can dillər əyləşür. Can dillər əyləşürlər.
pəncəgəryanlar qopar. Canı dillər əyləşirlər, neçə giryanlar qopar. Gər gülərsə hüqqeyi yaquti dürlü göstərir. Gər gülərsə hüqqə yaquti dürlər göstərir. Dürlər yəni dişləri dürə bənzədir. Sözə gəlsə lütf ilə ləli bədəxşanlar qopar. Ağıztanında mühibbi tinimi əfqan eyləsə. Ehtimalən tən oxunacaqdır. Dəstləri T-dir, kafdir, mimdir, yedir. Ağıztanında mühibbi tənimi əfqan eyləsə olmur, cür gəlmir. Təkimi əfqan eyləsə, qəndə kim gülşən olə, bülbüldən əfqanlar qopar. Gedək 110-cu səhifəyə baxaq, görək ki, 110-cu səhifədə bizə nə gələcəkdir? 109 və 110. Və ləhu eyzən, buradan oxuyaq. Və ləhu eyzən zadəllah Teala ömrəhu və dövlətəhu. Burada dahi belə aydın aşkar, şəkkisiz yeri yoxdur ki, bu Divan Sultanın özünün yaşarkən yazılıbdır. Özünün əmri ilə də ehtimala yazılır. Niyə ki, burada deyir ki, və ləhu eyzən yenə onun şeirlərindəndir. Zadəllah Teala ömrəhu. Allah onun ömrünü uzatsın və dövlətəhu və dövlətin çoxalsın. Zadə çoxaltmaq anlamındadır. Ehtimalən gəlib türkcədə ya farscada doğulmuş anlamında işlədibdir. Ərəbcə sözdür. Zadəllah yəni izafə eləmək, çoxaltmaq. Ehtimalən zadə sözü oradan gəlmiş olar. Yəni izafə. Məsələn, Həsənzadə, Hüseynzadə ki deyirlər, yəni izafə olan, Həsəndən, Hüseyndən izafə olan, artan. Nəfs-i qütta-i təriq-u mənzil olmuşdur, durur, batir. Nəfs-i qütta-i təriq-u mənzil olmuşdur, ya da durur, batir ki səqin başdan çıxarsan etməz isən ehtiyat. Okey, fərqli oxunacaqdır bu. Bu ehtiyat sözü mənə qeytərir ki, onu bir də oxuyam. Nəfs-i qıttaq-ı təriq-u mənzil olmuşdur zübat. Zübat ehtimalən Zubbat da oxuna bilər, dəstəlifi ilə. Bu gün Sultan Süleyman Həzrətlərinin divanından bir neçə səfhə oxumağa və onunla tanışmağa çalışırıq. Bu divan Sultan Süleymanın öz həyatı çağında yazılıb. Çünki
Çünkü bir çox şeirlərin və qəzəllərin başlığında olan təzhiblərdə sultanın ömrü uzun olsun deyə dualar edirlər. Bu da o deməkdir ki, bu nəfis divan, bu nəfis və qiymətli heç istəməz, nəfis sözü yaxşıdır. Nəfis divan onun öz sultan yaşarkən və onun əmri ilə yazılmışdır. Əgər bu doğru isə ki, doğrudur. Əcəba, bu divan yazılandan sonra Sultan Süleyman Həzrətləri daha şeir deməmişmi, yoxsa başqa şeirləri də var ki, başqa kitablarda görünür. Bu divanın cildi və ağ səfhələri ilə birlikdə 602 səfhəsi var. Divanın sonunda sultanın farsca qəzəlləri və Do Beyti adlanan şeirlərin yerləşdiriblər. Bunların tutduğu yer 22 səhifədir. Mənə, yəni bizə belə gəlir ki, bu divanın %80
3 civarındaki şiirleri Farsçadır. Burada yazılır ki 301 vərəqi var. 301 və vərəqi var. Tamam, bunu da əlavə elədik ki, o irad orada gəlməsin. Doğru baxsaq divanın 562 səhifəsi 562 baxsaq divanın 562 səhifəsi Türkcədir. Dünən və bugün. Dün və bugün. Ayda, niyə belə oldu bu? Dün və bugünkü araşdırmalarımızda 5 aramızda Sultan Süleyman'ın 5 divanın 5 mənbədən indirdik. Bunların biri neçədə çap olubdu, ona baxaq. Bunların biri 1308-də, bunların biri 1308 Hicri ilində Sultan Məhmud Xani Sani Həzrətlərinin əmri ilə Maarif Nizarət Cəliyyəsinin ruxsatları üzərinə mətbəi üzərinə mətbəi Osmaniyyədə ehtimalı çoxdur ki, daş basma
çap olmuş. Bu divanın 238 səhifəsi var. Biz bunu oxumadıq üçün 140 il öncə çap olmuş. Yəni həm əlyazma deyil, həm də çap olmuş olduğu üçün bizim bu seri araşdırmalarımızın içinə girməkdədir. Bu birincisi, bunu yazdıq. İkincisi, ikinci divan əlyazmadır. O hangisiydi? Budur. İkincisi divan əlyazmadır. Çox nəfis cildi var. Qırmızı rəngli və ehtimalı çoxdur ki, gümüş ilə haşiyələnmiş və nəqşələnmiş bir əlyazmadır. Bunun bu divan və nüsxənin 264 səhifəsi var ki, PDF-də də 264 səhifə görünür. Kitabın bir neçə səhifəsi sarı, divanın əvvəlində və sonunda neçə səhifədir? 1, 2, 3. Əvvəlində və sonunda 3 səhifəsi sarı və güman ki qalindir.
sonra pənbə, sonra çağaz, çağaz, pənbə rənginə çevrilir və kitabın sonuna dək pənbə rəngli qalır. Bu divanın birinci səhifəsində və şeirin yəni vəni yerinə yazaq birinci səhifəsində bəlli olsun ki, mənzur birinci deyil. Yəni şeirin şeirə başlayan səfhədə təzhib yerinə bir nəqqaşi görünür ki, təzhiblə qiyaslaşanda çox ibtidai bir nəqqaşi görünür. Nəqqaşinin altında və bir inci şeirin başı üstündə divan-ı mühibbi Qanuni Sultan Süleyman əleyhirrəhmət görünür. Bu da onu göstərir ki, bu divan Sultan mərhum olandan sonralarda tənsix olmuşdur. Tamam. Bunun əcəba bir tarixin axirində baxışırıq, bunun bir tarixi varmı? Cəlibdir, bunun bir səhifəsiymiş. Axırda bir səhifəsi sarıymış. Bunu yazaq. Burada yazdıq ki, bunun 3 səhifəsi. Divanın əvvəlində 3 səhifəsi və sonunda isə bir səhifəsi sarı və güman ki, qalındır. Tamam, bunu da islah elədik ki, çox yaxşı oldu islah elədik. Əcəba
Bunun əvvəlində də tarix yoxdur, axirində də. Gəldin ol pəriru asmani, bana oldu qəzayı asmani. Burada şeiri özünündə yazmayıblar. Görək burada bir şey qoyub deyib, bu şeyçi yazıblar burada. Bunu burada yazaq da. Yazaq ki, bu divan İngiliscə bunu yazaq. T B M hamısı böyük hərflə qalsın, böyük hərflə. Kütüb hanəsi sində saxlanılır. Görək ki, burada Risale-i Kaviyani. Allah Allah, bu nə deməkdir? Risale-i Kaviyani 1018 sayfa 48. Aha, burada bir ayrı bir şeyler. Zeki Kitabi Dicaca ve Tühfetül sayfası 1-54. Divani Mühibbi sayfa 1-129. Divani Hudai sayfa 1-66. Ola bilməz. Bu bir dənə ayrı iştibahdır buraya yazılıbdır. Yəni imkansızdır ki, bir dənə kitabda siz bunu görəsiniz. Kitabi Dicacə və Tühfətül məsələn mulukdur ya nədir? O cürsü bir şey olacaqdır. Sayfa 1-54-əcən o ola. Sonra Divani Mühibbi sayfa 1-129 ola. Sonra Divani Hudai sayfa 1-66 ola. Yəni 1-dən 66-la həm Mühibbinin ola bilər, həm o Tövfətül Nəmənə ola bilər, həm də Divani bu ola bilər. Hə bilər davamı var. Divani Rağib Paşa səhifə 1-dən 78-əcən. Divani Fitanət Hanım. Fitanət Hanımın da 1-20 səhifəsi ola. Yox, bu doğru deyil. Bunlar yazılıblar. Fikrin bunlar ayrı kitabların serisini yazıblar. Elə qalıb burada ki, nə ola, nə olmaya. İlla ki, bu məsələn, səhifələrin düz yazmayıb. Səhifələrin düz yazmayıb. Yardır ki, məsələn, 1-dən 120-yə fulandır, 120-dən də o üzə fulandır, ondan da o üzə fulandır. Beləsi də bir şey deyil ki, deyək ki, odur. Amma bu kitabı görmək lazımdır. Hər halda bu burada saxlanır. Və təəssüf, mən deyildim, burada bəlkə bir tarix olar. Nümrədir. MMF nümrəsi 1007-dir. Bunlar anlamadım burada nədir? Biz onu yazdıq. Bura. Əlbəttə burada. İstəshəbəhu. İndi calibdir. Bunu yaza bildik. Əlbəttə bu divanın sahibi istəshəbəhu el-fəqir ilə Allah el-ğəni el-seyyid
Fazil Gafarahu lahu Gafarahu olacaqdı. Ehtimalən burada bir dənə lahu vardı. Lahu yazıbdı. Mən də yazım. 257, 56 mən görürəm. 256 görürəm. Sənə. Bunu əvvəlcə sənəni yazıydıq. Sənəyi 256. Bunun minin yazmayıbdı. Ehtimalən budur. Möhrü də vurubdu. Sonra Fazil sonra bu Fazilin dövrəsində də xətti çalaq ki, bəlli olsun. Fazil möhrü vurulubdur. Bunu burada gördük. Yəni ehtimalən burada min olacaqdır. Sənə 256 üçün olmaz. Mən burada biri beləsi yazım ki, ola bilər ki 1256-da bu gəlib bu kitab bunun əlinə yetişibdir. Bundan sonra bu kitabda tarix yoxdur. Tamam, bu qədər bundan gördük. İndi bu ikinci idi. Üçüncü verjin çapı yazdıq. Bunu yazdıq. Bunu yazdıq. Çapı yazdıq. Bu üçüncü budur. Üçüncü verjin haqqında da yazmışıq əlbəttə. Dedik ki, bu öz zamanında yazılıbdır. Biz o divanın üzerinde işlemeye başladık ki 602 səhifəsi var ve 22 səhifəsində də farsça şeirlər yerləşibdir. Bunun əvvəlində görək bir şeylər yazılmış deyə yox. Ona da bir baxaq. Qeyd edirəm, burada yadımız olsun 110-cu səhifədə qalmışdıq, amma mühüm deyil bu. Divan-ı Mühibbi, bu kitabın başında Divan-ı Mühibbi diye yazılıbdır. Tamam. Tamam, o da. Bu divanın, bu cəlibdir, bunu mən burada kitabın cildinin eşiğini görürük ya için. Eşikdir bu. Ehtimalən bu eşiğidir. Bu da içidir. Bəli, içidir. Tamam. Bu içidir. İçi qırmızı. Bu gördük. Tamam. Devam eləyək. Bunu gələk əvvəldən də baxaq. Əvvələ nə cür gələcəyik? Bu divanın içidir. Bu divanın eşiğidir. Tamam. Biz eşiğin bunu gördük.
Bu divanın eşik cildi kızıl altınla bezenmiş ve göy mavisi ile de kitabın ortası ve haşiyenin, bunu demişik bəzənmiş dedik ki, cildinin haşiyesi, cildinin haşiyesi qızıl altınla, qızıl ilə yazaq bunu. ilə bəzənmiş və göy mavi ilə də kitabın ortası və haşiyə və mətni deyirik ona. Biz mətnin güşələri, mətnin güşələri rənglənmiş ki, onun içindəki güllər də altın görünür. Cildin içi isə qırmızıdır. Bunu da altınla bəzəmişlər. Tamam, mənə belə gəldi. Cildin içi isə sol cildin içində Osmanlı çağına aid bir nəqqaşi var ki, su üzərində çəkildikdən sonra kağız üzərinə keçirilmiş görünür. Ondan sonra ne var? Bunun da sahipleri var. Min kütübi, bir səhifədə ağ səfhələrin birində min kütübi el-fəqir Mustafa
Mir Əli, Mir Əli bu nə mənə oxuna bilər? Ütbədir, nədir bu? Çün nöqtəsi yoxdur. İndi bunun bəzisini ona görə mən Mir Əli oxuyuram bunu. Mir Əli ehtimalən Mustafa Mir Əli deyil bu olacaq. Əfə ənhü və qəfərə lənə olacaqdı. Mir əfa ənhü və qəfərə lənə. Amma möhürdə Mustafa Şəfi. Belə bir şey oxunur amma yazılıb və onun altında bir möhür vurulubdur ki, Bada Şəfi Mustafa Bada Şəfi Mustafa onun üzərində qazılıb. Tamam, bunu gördük, qazılıb. İndi aşağıda bir möhür var. Yazı var. Həmən səfhənin daha aşağısında nöqtəsiz və dişsiz daha dişsiz daha bir yazı var ki, belə oxumaq olur. Necə? Əvari min dəhri iləllah. Nə mənə? Əvari minəd dəhri iləllah. Əvari minəd dəhri iləllah. İstəhsəbəhu əl-fəqir Şərif Məhəmməd Sadiq Şərif Məhəmməd Sadiq İstəshəbəhu. Bunu qələt yazmışam mən. İstəshəbəhu Əl-Fəqir Şərif Məhəmməd Sadiq Əfəndi. Burada bir dənə əs nədir bu olar? Əfəndi İbni Əl-Seyyid Məhəmməd Əfəndi Siləhdarı Həzrəti Şəhriyari müdərrisini
resini kiram. Kiram yazıb əlbəttə. Mən də kiram yazım. Kiram. Əfa ənhu. Əfa ənhu. Tulə. Tulə. Təvvəlallah. Ömrəhuma. 1190 da burada yazılıb. Bu da bu kitabın adı haqqında ki, Sultan Süleymanın öz zamanında yazılıbdır. Əldən elə geçməsin, bunu yazdıq. Bunu indi nə tür əkslərindən salıb verə bilərik? O biraz mənə zor olacaqdır. Tamam. Bu divanın cildinin sağ cildinin içinin başında, bu divanın sağ cildinin en başında divan-ı mühibbi 1065 ve burada şeycə yazılanları da yazaq. Yah nöqtə ms nöqtə ar nöqtə 60 bu nöqtələr şey olublar burada hamısı. Şeydir. Yenə də buna nə oldu? Bu ədə şeydə qaldığı üçün, böyükdə qaldığı üçün tazaşdan yazacaq bunu. Yah nöqtə ya ms nöqtə ar nöqtə 60 görünür, amma mən burada 60'ı yazım. Görünür. Görünür. Bunu da yazaq ki, o burada yine aynı haman Yahya mənə bu yazılıb 1065 və burada bu səhvə hangi səhvədir? Aha, o adlar yazılan yerin altında haraydı?
bu səfhədə bu səfhədə iki möhür daha görsənir. Birincisini silməyə çalışmışlar. Ondan dolayı okunmur. İkinci möhür isə ibri xəttinə bənzir və onun altında həmən kəlmələr yazılıb ki, bu divanın sağ cildinin ən başında görünür. Tamam, bunu da yazdık. Bu divanın çox əla bir təzhibi var. 2 bölümdən ibarətdir. Bu təzhib 2 bölümdən ibarətdir. İkinci bölümün içində Cəllə Cəlalühü در مناجات قاضی الحاجات در مناجات قاضی الحاجات اما نواله qeyd olmuş təzhibin əsli rəngi tox abı ilə zeytunidir ki, onların içində kiçik güllər rənglənib və çiçəkləniblər. Bir və ikinci səhifənin şeirlərinin misralar arası tox abı ilə və gül çiçəklərlə bəzənmiş
bir neçə xəttinin çox mühümdür bunun çərçivəsinin. Bu da değişib bunlar. Bunu saymaq olmaz. 2 3 4 5 6 7 8 9 10. Ehtimalen 13 14. Saymasında səhv etməmişsək bu kitabın 3-cü 4-cü səhifəsində nə xəbərdir bunun? Bu kitabın tüm səfərlərindəki şeirlərin dövrəsinə 13-14 çizgi ilə çərçivə çizmişlər. Əlbəttə. Acaba bu tüm səfərlərin yox. Elə bu qədər görər. Çox açıqda bundan izah tozif verməyim. Hər şeirin özünə özəl bir çərçivəsi və misraları da iki əmudi xətlə bir-birindən ayırmışlar. Bir çox şeirin başlığında təzhib var, amma çoxlu şeirlərin başında bu nədir? Heç bu yadıma gəlmirdi. Bu nə? Aha. Bu 2 səhifədən sonra bax bura. Bir, iki. Üçüncü yox. 4, 5 və 6-cı. Okey, tamam, buranı bitirək. İştibah elədim bunu. Səhv etməsək bu kitabın tüm səhifələrindəki şeirlərin dövrəsinə 13-14 cizgi ilə çərçivə çizmişlər. Tamam, bunlar gəldi. Bir çox şeirin başlığında təzhib var və onların içində
sultana dua edilir. Ama daha acib budur ki kitap divanın 4 safhasinden sonra 5 ve 6. deyək da 5 ve 6. səhifələrdə nəqqaşi deyək, təzhib deyək buna. Səhifələrdə təzhib çəkilib, amma bizə belə görünür ki, təzhibin rənglənməsi yarımçıq qalıbdır. 7 və 8 səhifələrdə çox cəlib bir təzhib var. Ki Qur'anlarda, nəfis Qur'anlarda ki, nəfis Qur'anlarda və bir də Əli Şiri Nəvai Həzrətlərinin kitablarının bəzisində buna bənzər təzhiblərlə qarşılaşırıq. Bu təzhib ortasında təzhibin ortasında aynı Qur'an gibi ki Həmd Fatihə surəsi bir təzhibin ortasında və Bəqərə surəsindən bir neçə ayə ikinci səfhədəki təzhibin ortasında olur. Burada da aynı şəkildə təzhibin ortasında Mühibbi Rəhmətlikdən şeirlər yazılıbdır. Fikir edirəm ki, daha bu qurtardıq bu şeyləri. Aha, ən son şey də budur. Ən son
söz bu kitabın görünüşü haqda budur ki, belə görünür ki, kitabı hazırlayanlar ən başda şeirlər üçün çərçivələr çizmiş və onun üçün çox az mavi tozu ilə rəngləmişlər. Sonra bu nəqqaşi ya rəngin üzərində yazıları yazmışlar. Tamam. İndi bunu vurduq getdi. Amma bunu buradan kopya eləyək. O birisilərə də yapışdıraq ki, onlar da bilsinlər biz bu günləri nəyin üstündə işləməyə çalışırıq. Əlbəttə, bundan əkslər də versək daha yaxşı olacaqdır. Bu oldu üçüncüsü, bu da dördüncüsü. İndi buradan əks salaq, buradan əvvəl bu çapdan salaq. Əvvəl bu çapdan salaq əksləri. Bu 1, bu 2, bu 3, bu 4. Bu qədər bunu görər. Bu əksi göndərək buna. Da bunu şey eləyə bilməyəcəyəm. İstəmirəm gözlərim. 4 dana bundan əks göndərək. Bura və yazaq ki, bu əkslər çap olmuş divandandır. Tamam, bu geçsin bura. Aynı işi bunu yazıyorduk burada. Aynı işi bunda da görək. O əksləri heç göndərməmişdik, vurduq getdi. Bu indirməmişdi, əkslər olmadı. Yox, göndəribdi. Tamam, biz əcəllə elədik. Bu şey yaxşı olmadı nəzərimə. Bu kitabı gedək buradan.
Kompüter bir işlə də. Bu da gəldi, göndəririk bura və buna gedək. Tamam. İndi gedək o birisindən əks salaq. O surəti şeyləri olandan. Bu bir. Bu səfədən ötürək. Bu səfədən bir əks salaq. Buradan əks salaq. Buradan əks salaq və kitabın sonundan. Bunlar da hamısı birdir. Neçə oldu? Heç bilmədik ki, bu neçə səhifə oldu. Son səhifə və A. Tamam, bu aynı şeydə ehtiyacı yoxdur. Bu da 4-dən oldu fikirlərim. Gələcək aynı işi buradan görək. Beş dənəymiş. İkinci divandan əkslər. Kopya eləyək, bunu göndərək. Əgər olsa, bu da icazə versə, bunu da eləyəcəyik. Amma icazə versə, ehtimalən icazə verməyəcək. Biz çalışacağıq. İcazə vermir bu. Buna göndərəcəyik. Bu icazə verir normalda. Beş dənə əksdə buradan göndərək buna. Gedək buna da eləyək aynı. Bu getməyib hala. Bunu göndərdik. Bu hələ göndərməyib, hazır deyil. İndi gedək sonki kitabımızdan da, yəni o əsli kitab ki, bugün oxuyuruq, ehtimalən qalacaq, sabah da oxuyacağıq, amma mən oxuyacağım bu günləri. Yəni onu şey eləməyəcəyəm, ötürməyəcəyəm ki, qalsın. Amma indi buradan gedək bunu bundan əks salaq. Bu daha önəmlidir məncə. Neçə dəlilə ki, buradan saymışıq. Ona görə. Bu kitabın əvvəl başında o yazı vardı, ortasında qərəlibdir. O ehtimalən bir yazı orada olmuş. Onu əlbəttə yazmadıq. Bu ikinci səhifəsidir. Bu da cildin içidir. Burası önəm daşımır. Burada o möhürlər var və o ibri xət var. Burada səhifə budur. Və bu səhifənin də əksini verək. Bunun da əksini verək. Buradan yenə də bir əks verək. Gedək. Məsələn, 100-cü səhifə olsa, görsətmir səhifələri. 59-cu, 77-ci. Məsələn, burada ömrəhu burada vardı. Elə bu da yaxşı şansımıza gəldi. Bunda beləsi. Yenə bu da belə bir əks. Oradan buradan saxlayaq, bir əks salaq da bunu, yəni. Bu zalibdir. Çünki bu şeirlərin burada bu şəkildə şey olması da vardır. Və eyzən dəhu fi nətin nəbiyyə aleyhissalatu vəssalam.
Burada bir yerde yetişəcək farslara. Onu bu axiridir. Axirdə bir səfər boşdur. Bu farslardan beləsi salaq bir dənə. Qəzəliyyat-ı Farsi və bu Qəzəliyyat-ı Türkünün də burada sonundan bir əks salaq. Əlbəttə yeri dəyişəcək, amma bizə beləsi feylən bu da yaxşıdır. Hələ feylənlə bu qədər. Düzdür, biraz namürəttəb oldu, amma okey. İndi gedək yenə buradan bunları göndərməyə çalışır əvvəl. Bunu göndərək. Bunu da göndərmişik, ehtimal verirəm. Gedək bura. Burada çox olacaq, amma indi bunu tapmaq özü bir müsibətdir. 4 dənə bu idi, 5 dənə bu. Buradan başlayacaq. Bu 4 dənə idi əvvəldə, bu da 5 dənə idi. Buradan başlayacaq. Umarım ki, icazə versin. Same of your files belə bir şey yazıbdır. 602 səfhəlik divandan bir neçə əks. Bunu da beləsi eləyək, bunu göndərək geçsin. Bu birisi qoymur təəssüflə. Bu nədir? Perplexity. Bu icazə vermir, əks göndərək. Bu da bəllidir. Polisdir, gəldik bu birisinə. Bunlar biraz beyvax göndərəcəklər, amma heç eybi yoxdur ki, beyvax göndərsinlər. Bu 4 dənə ondandır, bu da 5 dənə buradandır, buradan başlayacaq. Bunları çəkməyə məşğul olsun. Gedək bura görək ki, bu da qoya biləcək. Belə əksi icazə verəcək, yoxsa yox. Dörd, bu da 5. Bura gələcəkdir. Buradan üstdən. Bir dənə elə bir burada əks var. Bunu da bura qoyuruq. Əcəba bu icazə verdi ya yox? Hələ icazə verməkdir. Tamam. İndi bu əksləri gördük. Məncə bu çox önəmlidir. Bir itilat da veririk kitab haqqında biz AI-lara. Bəlkə bunlardan istifadə elər ya istifadə eləməz, bilmirəm, amma kaş istifadə eləyə. Bunu da burada yazaq, qoyaq bura. Bəlli olsun ki, budur. Buna da qoyduq, yazanı bəlli qoymuşuq. Tamam. İndi gedək kitabımızı biz qutardıq. Gedək kitabımızı oxuyaq. Yəni, biraz rahatlaşdıq. 110-cu səhifədəydik, əgər səhv eləməsəm. 110-cu səhifəyə gedək və oradan oxumağa başlayaq. Görək ki, nə olur. Burada bir qıssa şeir var. Və ləhu eyzən zadəllah taala ömrəhu və dövlətəhu. Bunu oxuyaq, görək ki, nə olur. Beləsi hər 30 səhifədən bir dənə oxuyaq geçsin. Farsdan da bir 2 dənə oxuyarıq, qutararıq gedər. Bunu oxumuşduq. Nəfsi quttai təriq o mənzili olmuşdur zıbat. Ki səqin başdan çıxarsən etməz isən ehtiyat. Necə bir qətrən yaparsan xişt-i simüzər ilə, ya necə bir qətrün yaparsan xişt-i simüzər ilə, ya necə bir eyş işrət üçün döşərsən sən bəsat. Bu rübatı, orada da rübat ehtimalən rübat olacaq. Mən zübat oxudum, burada rübat yazıbdır. Bu rübatı köhnədə qılmə qiyamət fikrini.
bu ribatı köhnədə qılmaq qiyamət fikrini, hər gün bir kar banə məskən olur bu rəbat. Kimsəyə razun demə sən sinəndə sakla razını. Kimsəyə razun demə sinəndə sakla razını. Əhli dünya ilə hərgiz eyləməsən ixtilat. Ey mühibbi tövbə qıl ta qılməyə bari günah. Ta səbükbar olmayınca anda geçməz sərat. Sırat körpüsündən geçməz. Gedək 100 indi hardasa 140-cı səhifədən bir qəzəl oxuyaq. 140-cı səhifədə qəzəl şeydir. Hardan başlayır, hardan? Tamam, bu deyil. Kiçik bir qəzəldir, bunu oxuyacağam. Ey nalə şəb qəmdən bana həm nəfəs ol gel. Əgər diqqət eləsəz, mühibbinin yazısı Cığataydandır. Ey nalə şəb qəmdə bana həm nəfəs ol gel. Ey didə benim halime rahmet ars ol gel. Bastın zu qədüm qafilə eşqəsin axər. Bastın zu qədüm qafilə üşqəsən axər. Feryad ilə ol qafilə dil cərəs ol gəl. Zəncir, indi burada ayrı yazıbdır bu bir beyti. Onu oxumağa çalışıram. Zəncir olasın cah kəmən cah səlasəl ya səlasil. Zəncir olasın cah çəmənd kəmənd cah səlasil. Ey zülf benim gərdənimə gəl mirsəl ol gel. Ya gül mürsəl ol gel. Bilmirəm nəzr oxunacaq. Kimdir ki gögül qocələməz, o qocəlməz. Kimdir ki gögül qocələməz, gər o qocəlməz. Bir tazə cavan suyinə tazə həvəs ol gəl. ehtimalən beləsi oxunur. Tənhast dilim ya da şəhast, tənhast oxunur. Tənhast dilim həmçə mühibbi be qəmi yar. Ey nalə bana məhrəm olub həm nəfəs ol gəl. Orada bir tənhast sözü biraz nəzərimə gətirib farscaya yaxınlaşır. Ola bilər ki, mən iştibah oxuram. Şəhast diləm həmçə mühibbi be qəmi yar. Tənhast diləm həmçə mühibbi be qəmi yar. Ehtimalə şəha daha yaxşı gəlir. Şəhast diləm həmçə mühibbi be qəmi yar. Tənhast ola bilər. Ey nalə bana məhrəm olub həm nəfəs ol gəl. Gedək 170'də %171'e gelmiştik. Burada da ve lehu eyzan halledet hilafetehu ve eyyede menziletu. Onun şiirlerinden Allah onun hilafetini halled eləsin. Yani ebedi etsin. Ve eyyede menziletehu ve onun menziletin, rütbesin, şövketin çoxassın. Göglümü divane kıldı ah olci sudin. Diqqət buyurun, görürsünüz ki, çox şeyin üzərindədir. Əgər düz oxusam, Cığatay ləhcəsinin üzərində hərəkət edir. Gögülümü divanə qıldı ah ol cisudin. Əqlimi taraca verdi arızı gülbudin. Tolu gördüm çün əzəl bəzmində eşq peymanəsin.
tolu gördüm çün əzəl bəzmində eşq peymanəsin nuş edib əvvəl bən idim eşqünə Yahudiyen. Yahudin diyen de okunabilir ama Yahudin üsttekilerde din okunur. Öldürürsen necə 100.000 aşıqı bir qəmzələ. Öldürürsen neçə bir 100.000 aşıqı bir qəmzələ. Xoş demişdir dostum sanə kəman əbrudin. Uyku gəlməz gözümə görəm səni ta xabdə. Uyku gəlməz gözümə görəm səni ta xabdə. Gəndə getmiş dür əcəb bilsəm gəni uyxudin. Ey mühibbi bu şəbi hicrə nəhayət yox imiş. Xanəsindən heç tulu etməz mi ol rudin. Bu şeiri burada nokta çiydək 200-ci səhifəyə. Görək ki orada nə var? 200-ci səhifənin 2-ci səhifəsində, əlbəttə kitabda 196 görünür. Burada bunu oxuyaq. Eyzən ləhu və ləhu eyzən zadallah Teala ömrəhu və dövlətəhu. Yenə də aynıdır. Zahid olan getirir xəlvətdə ömrün bəngilə. Ya bənlə. Zahid olan getirir xəlvətdə ömrün bəngilə. Eyş edər gülşəndə arif badeyi gülrəngilə. Saqiyə gürrüx əlindən nuş qıl cami səfa. Qalmasın deyirdir sənin səng əgər mirat qəlbing zəngilə. Zahid olan getirir xəlvətdə ömrün bəngilə. Eyş edər gülşəndə arif badeyi gülrəngilə. Saqiyə gürrüx əlindən nuş qıl cami səfa. Qalmasın dirsəng əgər mirat qəlbing zəngilə. Qəm şəbində qalmışam açılmadı sübhi visal. Qəm şəbində qalmışam açılmadı sübhi visal. Kimsə munis olmadı aləmdə bu diltəngilə. Xıdyə eylə. Xıdyə ehtimə xudə ola bilər. Amma burada o deyil. Xudi eylə zülfini gördüm edərlər ərbədə. Xudi ilə zülfini gördüm edərlər ərbədə. Rum şahi cəng edər sankim varıb əfrəngilə. Mənim nəzərimcə əfrəng Fransa sözünün türkləşmişidir ki, fərəng, şəhri fərəng də oradan gəlir. Kim ki dil verməz cəhanə geçər istiğna ilə. Ey mühibbi bu 9 minayı sər bir səməng ilə. Ey mühibbi bu 9 minayı sər bir səməng ilə. Gedək 230-cu səhifədən bir beyt buradan oxumağa çalışaq. Yenə burada görürük ki və ləhu eyzən rəfəllah mənzilətəhu və əyyedə dövlətəhu. Onun, yenə də onun, oxusaq beləsi türkçə desək, yenə də onun şeirlərindən, yəni yenə də ondan və ləhu eyzən onun, yenə onun rəfəllah mənzilətəhu. Allah onun mənzilətin, yerin ucaltsın. Əyyədə və əyyədə dövlətəhu və onun dövlətinə güc versin. Bu fəna dünyada sənmək cahı mal aklar bəni. Fikir edirəm ki, beləsi oxunsa bizim düşünəcəyimizə yaxın olar, amma düz oxuduq.
bu fəna dünyada sanmaq. Bu fəna dünyada sənmək cah-ı mal anlar səni, anlar deyil, əklər səni, bəni. Bu fəna dünyada sənmək cah-ı mal əklər bəni. Bir yüzü gel əlini mə qaşı hilal əklər bəni. Hicrə ölmək mi vardır, gər ərirsə vəslünə, aləm içrə dostum, bu ehtimal aklar beni. Var mıdır yoktur minanın, bilmedi biçare dil. Var mıdır yok mi anın, bilmedi biçare dil. Bezmi gamde روز و شب iş bu xiyal aklar beni. Tazelendi buy zülfünden meşam dil yine. Tazelendi buy zülfünden meşam dil yine. Eskidince her seher badi şimal aklar beni. Ruzi hicritre olurdi bu mühibbi olmasa. Ruzi hicre olurdi bu mühibbi ölmese. Arzuyi tel'ati eydi visal aklar beni. Dediğim kimi burada görürük ki bu şairimiz 230 deyik, 260'a baxaq görək ki 70'e gəlmişik. 260'da 61'də PDF'ini deyirik da. Bir şeir var. Ve lehu eyzen tebbelallah ta'ala ömrehu ve dövletehu. Gel yüzüne dil verilden zar gördüm kendimi. Gül ehtimalen yüzünedir. Gül yüzüne dil verilden zar gördüm kendimi. Derdide büldüm çare yok. Naçar gördüm löndümü. Ya da ləndimi. Bu löndüm mən görürəm. Ola bilər ki, o mən ö ki oxuyuram, o ə olsun. Onda olar ləndimi. Bəlkə də kəndimdir beləsi. Bu kəndim olacaq. Orada kəndim, burada kəndim olacaq. Amma aşağıda da hamısında ləndimi düşübdür. Ola bura bu kəndimi olsun ki, o da mik var da axirdə onun quyruğu bunun çığı olar. Mən ona görə kəndimi deyirəm. Gel yüreğine dil verilden zar gördüm kendimi. Derde büldüm çare yok. Naçar gördüm kendimi. Zülfüne toleşti gögülüm. Geldi soda başıma. Gam şebinde ta seher bidar gördüm kendimi. Seyli aşkım yağdırca. Yağdır necə dəm bedəm dilxanəsin. Seyli əşküm yağdırınca dəm bedəm dilxanəsin. Sənin fəhtilə biyar mimar gördüm kendimi. Baş tapmadım, bu nə deməkdir? Fəhtilə oxuna bilər. Ayrı bir şey oxunmur. Seyl əşküm yağdırınca dəmbedəm dilxanəsin. Sənci fəhtilə biyar mimar gördüm kendimi. Ger behişte zahida meyletmesem eyb eyleme. Ger behişte zahida meyletmesem eyb eyleme. Su gibi tün aşık didar gördüm kendimi. Şem'iler ta sübh olunca geceler yaşlar döker. Ey mühibbi eşk ile pırnar gördüm kendimi. Çox əla düşüncəsi var imiş bu insanın.
Ona görə də eləyə bilirmiş dünyanı qarşısında dursun, dünyanın qarşısında dursun və bu çox əzəmətli bir şeydir. Beləsi biraz yavaş gedirəm ki, bəlkə o fars bölümü burada başlayacaqdı. Ona geçmədən öncə geçmədən öncə bunun öz türkcəsinin özünün şeyi var. 2 beytləri var, do beytləri var. O do beytləri burada bunlar ehtimalən buradan indi gərək bunları göndərmiş ola. Burada da ehtimalən göndərmiş ola. Tamam. İndi burada bu türkcə do beytlərdən görək neçə səfədir? 1 bir səfər, yəni əgər desaq, saysaq 1, 2, 3, 4 dənə do beyti var. Hərəsinin də arasında bir dənə şey var. Bu birisi səhifədə yenə də hərəsində 4 dənə var. Bu olacaqdır 12 dənə bu 3 səfədə. Bu da yenə 4 dənədir. 1, 2, 3, 4, 5 dənədir. 5 dənə oldu burada. Gərək dənə sayaq istəyək. Yenə də burada 2 dənə də vardı. Yenə də 2 dənə və son. Mən istəyirdim bu do beytlərdən də bir neçə dənə oxuyayım. Elə gedim oxuyayım, yəni. Bir neçə dənə oxuyaq. Təbərrükən oxuyaq. Çün ruhların nuri olur gün gibi peyda. Çün ruhlarının nuri olur gün gibi peyda. Can valih olur tel gibi. Yenə dəstəli tedi, kafdi, mimdi, yedi. Tel kimi gögül kər olə şeyda. Dün gördü təbib dərdimi, əl çəkdi həman dəm. Bildim ki həman olmaq imiş dərdə müdava. Ölmək imiş ola bilər. Ölmək imiş dərdə müdava. Bu beyt 2 beyti qutardı. Bu hər səfədən bir dənə 2 beyti oxuyayım. Hər səfədən. Saqiya sağəri pur eylə bu dəm dəf-i qəm et. Buluruz cürmümüzü, lütfi yüzündən kərəm et. Ola kim vaqif ola halünə, rəhm edə nicar. Ola kim vaqif ola halügə, rəhm edə nicar. Səfhə-i zərdügə, eşiklə, gəl ani rəqəm et. Eşq ilə, kafla yazıb ona görə. Əlif və şin. Eşq ilə, işkil kimi ola bilər. Səfhə-i zərdügə, eşq ilə, gəl ani rəqəm et. O birisi səfhədən bir dana. Can alır müşkin nəfəs eşqidə. İrsə agə od. Böyle kim aləm tular süngə yer neyrəmər yerdə ud. Ya da yerəməz. Əlbəttə nöqtəsi yerbəyer onda olar. Yerəməz yerdə ud. Neylə döndü misri hüsnü gidə görənim yaşı bənim. Gözümün yaşı bənim. Dostum səng cəfadən oldu bu sinəm kəbud. O birisi səfədə hərəsindən bir misrə oxuyaq. Dedim ey can-ı cəhanım, qəçmə bəndən bir nəfəs. Heç cüda olmaq rəvami can bədəndən bir nəfəs. Gəl bərü ömrüm gibi etmə vəfasızlık bana baqa. Qaçma mən
Göglümü qəm dərd ilə qan eylədi həb eşq. Qanı daxi xəşm ilə rəvan eylədi həb eşq. Səbrüm var ikən halimi bilməz idi kimsə. Səbrüm gedəli cümlə əyan eylədi həb eşq. O birisi səfədən dil vermişəm bilmədən o qaşi kəmanə bən. Dil vermişəm bilmədən o qaşi kəmanə bən. Ölsəm bəla yetər nə? Yenə həman o kəlmə ki oxuya bilmirəm. T, dəstəli T, kaf, mim, ye. Ölsəm bəla yetər nə? Təlkimi nişanə bən. Dəstim visalə ərmədi sundum fəraqə əl. Dəstim visalə ərmədi sundum fəraqə əl. Banə zamanə öymədi bagə yazıbdır. Bagə zamanə uymədi uydum zamanə bən. Banə yəni bənə, mənə. O birisi səfədə bir hərəsindən bir do beyti, sonra bir son şeiri var, onu oxuyaq. Əhd-ü peyman sübh-i eyləmi hey hey sinəmi. Əhd-ü peyman sici də ola bilər. Əhd-ü peyman sat ye c ye. Əhd-ü peyman sici eyləmi hey hey sinəmi. Düsti düşmən bilici eyləmi hey hey sinəmi. Neçə yıl aşiqinə cor cəfa eyləyibən, axər öldürücü eyləmi hey hey sinəmi. Son iki beytini oxuyaq. Bullu şirin ləbünlə zülf, bullu şirin ləbüngə, bullu şirin ləbügə zülf-ü leylik şöhrəti. Qılsa Fərhadən aləmdə dərdəm var qəti. Eşq narinə Yəqub gəl et vücudun sərtəsər. Beylə vür ta kim ola ol əhl-i eşqün şöhrəti. En son şeiri bir qəzəldir və ləhu eyzən xəlladallahu tealahu milkəhu fil müfredati fi hərfil ərif. Müfredatda, amma ehtimalən bunlar, mən dedim bəlkə bu bir qəzəldir, amma ehtimalən müfredat deyir. Yəni hər bir beyt bir şeirdir özü. O birisinə dəxli yoxdur. Amma aralarında heç olmadığı üçün mən biləsi. Dərdi eşqə eyləməz nə bir dəm təhəmmül qaf ağa. Dərdi eşqə eyləməz bir dəm təhəmmül qaf ana. Xoşdu ey döyər ey dostlər bu sinəsə çak ana. Döşəyi kuhi bəladə kim deməz şeyda bana. Halimi Fərhad-ü Məcnun görsə qalurdi. Yenə o T, K, burada indi fəqət ta K, əlif yazıbdır. Təka, daka. Pemşə eşqə tən zərd ilə Qəqan Ərsalan gibi. Burada baş tapmıram bunlar. Püşə eşqə ya pələşə, bələşə. Pələşə eşqə təni zərd ilə Qəqan Ərslan gibi. Seydə çıxmışdım, tutuldum ey gözü, ay gözü ahu sağa sana. Bir nəzərlə dil alıb qanım içər xuni gözük. Bir nəzərlə dil alıb qanım içər xuni gözün.
Neçə xunin deməyim ben ey gözü ahu sana. Bunların hamısı şey kimi yazıb, Cığatay kimi yazıb. Mən çalışdım ki, bugünkü vəziyyətini oxuyayım. Dinməmi vardır kim, dinməmi vardır kim gözüm eşqünlə giryan olmaya. Dəmmi olacaq, dəmimmi. Dəmimmi vardır kim gözüm eşqünlə giryan olmaya. Ləhzəmi var bu dilim hicrünlə biryan olmaya. Hər gecə ahım şərarından yener qəndil çərx. Heç əsər etməz dəriqa benzer ey mehru sana. Ey mehru sana. Sönmez düşmənin hər çineyi aqil. Sönmez, mən sönmez oxuram. Sönmez düşmənin hər çinə aqil. Ya da mərginə. Sönmez düşmənin mərginə aqil. Sikəndər qalmadı çün getdi dara. Şeir burada qutarır, nəzərimə gəlir. Yox, varmış. Onlar tək beytilərmiş. İndi buradan sonra yine də şeirlər türkcədir, devam edir və devam edir. Hala həm tək beytlər var, həm do beytlər var, həm qəzəl var. Bunlarda görürük. Bəlkə bunlar da yenə də şey olsun. Baxın görün bu nə mənədir. İhtimalən bunlar da şey olacaqdır. Ya qəzəldir, amma qəzəl deyil, tək beytlərdir. Tək beytlərdir. Bu birisi tərəfdə tək beytləri bir-birindən kamil ayırıbdır. Və yenə də burada tək beytlər var və bir 4 beyti vardı. İhtimalən bu da tək beytlərdir. 4 danasını bir yerə yığıbdır. Bunun 284-cü səhifəsinə gəlmiş. Hala türkcədir. Tamam, qutardıq. Son hər nə mənədir, o sonuncusunu oxuyaq. Bu əlbəttə çox uzundur. Əlbəttə bu çox uzundur. Bunun görüm əvvəli nə mənədir. Hərf-i yada ehtimalən heç bəlakeş aşıq olan qaldırır mi başını. Yağdırır çün çərxi zalim ana mehnət taşını. Sırrı eşkim aləm içində benim faş olmadı. Dökməyincə ruy zərdimə gözüm qan yaşını. Dökməyincə ruy zərdimə gözüm qan yaşını. Gəldin ol pəri ruy asmani. Gəldin ol pəri ruy asmani. Bana oldu qəzay asmani. Sərv qədün sayəsində xoş keçəm dərdim vəli. Bilmədim olmaz imiş xurşid aləm sayəsi. Bunlar hər kəsi ayrı-ayrıdır da. Görürsünüz ki, bir-birindən biri oxunmur. Onun üçün də qələt oxuram. Amma burada bir dənə ərəbcə şeiri gördüm. Çox cəlibdir. Gedər bu dildən əncami əlindən qusmağıl cami. Qumğıl cami. Gedər bu dildən əncami əlindən qumğıl cami. Getər çün fürsət əyyami müqərrərdir ömür fani. Bu qutardı. Getir xoşno ilə ömri dəgül çünki cahan bağı. Getir xoşno ilə ömri dəgül çünki cahan bağı. Ədir kəsən və navilha əla ya əyyuhəs saqi. Saqya son bərü sağər ilə mai ənəbi. Saqya sun bərü sağər ilə mai inəbi. Neçə bir qüssə və qəmlə getirim ruz şəbi. Vəslə erişəcək canın ki şükranə ilət.
گر نصیب اده محبی sana hak ol ruzi, aşıkın qədrini bilmez olacak dilberi səbi, mu ile ta dolmayınca xaddi öyle qəbqəbi, mu ile ta dolmayınca xaddi ile qəbqəbi, dün nevada oqudi bülbül mühibbi şeirini, eşidib gül şoqdən xaki gəriban eylədi. Ehtimalən bu bir uzun şeir imiş, mən oxumağım başarmamışam. 2 səhifə boşdur burada və qəzəliyat farsi. Buradan bir 5 dənə qəzəl oxuyaq. دیده از آتش دل غرقه آب است مرا، کار این چشم ز سرچشمه خراب است مرا. بی خودم بی تو و در آتش دل می سوزم، بی خودم بی تو و در آتش دل می سوزم، زنده در هجر تو چون مرده عذاب است مرا. ساقیا می به کسی ده که ندارد عشقی، مستم از عشق چه حاجت بشر است مرا. احتمالاً غلط خوندم. ساقیا می به کسی ده که ندارد عشقی، مستم از عشق چه حاجت بشر است مرا. دیده بر هم نهم و روی تو آرم به خیال، دیده بر هم نهم و روی تو آرم به خیال، در شب هجر مگو دیده به خواب است مرا. O da olacaq به şərab است مرا. Üstdəki qələt oxumuşam. Beşər است oxudum, hamısı qələt. به şərab است مرا. Bir də əvvəldən oxuram ki, düz oxuyayım. دیده از آتش دل غرقه آب است مرا، کار این چشم ز سرچشمه خراب است مرا. بی خودم بی تو و در آتش دل می سوزم، زنده در هجر تو چون مرده عذاب است مرا. ساقیا می به کسی ده که ندارد عشقی، مستم از عشق چه حاجت به شراب است مرا. دیده بر هم نهم و روی تو آرم به خیال، در شب هجر مگو دیده به خواب است مرا. ناله که آید زرگ جان محبی شب غم، ناله که آید زرگ جان محبی شب غم، از بی حال به از چنگ و رباب است مرا. Gedək hər 2 səfərdən bir dana غزل oxuyaq. تا چند کشم در غم تو بار ملامت، در خاطر تو نیست مگر روز قیامت. چون پند رفیقان تو به اول نشنیدی، چون پند رفیقان تو به اول نشنیدی، ای دل ندهد و فایده آخر ز ندامت. دریای غم عشق تو ناگاه فتد دل، دریای غم عشق تو ناگاه فتد دل. نه راه گریز است و نه جای اقامت، دل دانه خال تو همی جست به زلفت. دل دانه خال تو همی جست به زلفت، سرجشته آشفته در افتاد به دامت. در دست تو ای یار جفاجو تو محبی، فریاد کنم شام و سحر تا به قیامت. O birisi səfərdən bir qəzəl. Və ləhu rəfə Allah Teala dövlətəhu və əyyədə səltənətəhu. به من هرگز کسی همدم نگردد، چه بیزار از همه عالم نگردد. به حال زار خود هرگز نبینم، که خون در دیده
پرنم در دیده پرنم نگردد. چه حال است این نمیدانم که هرگز دل من در جهان خرم نگردد. به خلوت خانه دل از رفیقان کسی جز غم به من محرم نگردد. دلی تا مست اندر عشق جانان، دلی تا مست اندر عشق جانان، الهی هرگز از دل کم نگردد. محبی هرچه خواهد شادمانی، مگر گرد بنی آدم نگردد. Och safhadan bir غزل و خیاخ. درد دل دارم و دلدار ندارم چه کنم. درد دل دارم و دلدار ندارم چه کنم. غم گذشت از حد و غم خار ندارم چه کنم. در ره عشق بتان طاقت و صبری باید، من که جز دیده خونبار ندارم چه کنم. دیده نظاره آن روی نکو خواهد و من، دیده نظاره آن روی نکو خواهد و من، طاقت دیدن دیدار ندارم چه کنم. زاهدا ز عاشقیم منع کند گرچه مدام. زاهد از عاشقیم منع کند گرچه مدام، من مجنون که جز این کار ندارم چه کنم. می کنم همه شب قصه هجران تکرار، مونسی غیر شب تار ندارم چه کنم. وصل یار است محبی ز دو عالم مقصود، وصل یار است محبی ز دو عالم مقصود، من که در ملک جهان یار ندارم çe کنم. Çok âli bir şiir, duyguyla dolu. دلا دل خسته ام درمان من چیست، دلا دل خسته ام درمان من چیست، نمیدانم کسی در جان من چیست. مرا در عشق خوبان طعنه میزد، نداند مدعی جانان من چیست. هوای زلف مهرویان در این ره، هوای زلف مهرویان در این ره، عجب سرگشته سرگردان من چیست. به خون آغشته ام در وادی عشق، به خون آغشته ام در وادی عشق، منم مجنون دل سوزان، منم مجنون دل سوزان من چیست. سر زلف تو دل آواره کردم، سر زلف تو دل آواره کردم، که این سودای بی پایان من چیست. محبی ناله کن تا صبح به بلبل، که داند یار من افغان من چیست. Başka bir sefheden bir şiir okuyaq. چو می خوری و روی تو گردد جهان فروز، خورشید بی فروغ شود چون چراغ روز. عاشق چه چاره با تو برداری پرصفت، عاشق چه چاره با تو عاشق چه چاره با تو برد ای پری صفت. چون نیست در دلت اثر عشق و درد سوز، هر غافلی شد آگه از احوال عشق من، هر غافلی شد آگه از احوال عشق من. وان مست ناز غافل از احوال من هنوز، وان مست ناز غافل از احوال من هنوز. زاهد فسرده دم تو ندارد حرارتی، زاهد فسرده دم چون ندارد حرارتی. ناید به فصل دی ز هوا گرمی تموز،
در وادی فراق چو ماندی و شب رسید. در وادی فراق چو ماندی و شب رسید، آتش محبی از علم آه برافروز. O birisi səhifədən bir şeir oxuyaq. این دم چو گل شکفته تمنا می کنم. این دم چو گل شکفته تمنا می کنم. زاهد کجاست توبه و من توبه کی کنم. زاهد کجاست توبه و من توبه کی کنم. این جام دست ماست و چو جام جهان نماست. این جام دست ماست و چو جام جهان نماست. خو آیی خبر ز خسرو و کیکاووس و کی کنم. چون جلوگر شاه ریاحین به باغ راه، آنچه استماع دف و چنگ و نی کنم. از ما بیار چون که مسافه بعید شد. از ما بیار چون که مسافه بعید شد. یک دم چو برگ هاتف این راه طی کنم. در دیر رفت چون که محبی قدح به دست. هرچس ز ره فتاده دلالت به وی کنم. دلا یک ساعتی بی خویشتن شو. دلا یک ساعتی بی خویشتن شو. فنا چون هست خود بی ما و من شو. به زانوی غم و تسلیم سر نه. مقیم جوشه بیت الحزن شو. اگر در جا خو آیینی خاص کردی. اگر در جا خو آهی خاص کردی. در این عالم ملامت مرد و زن شو. در این عالم ملامت مرد و زن شو. اگر در خانه دل غم درآید، شراب نوش کن عزم چمن شو. اگر مانع شود در وقت وصلت، همان آن به که چاک پیرهن شو. احتمالا üstədə B imiş, mən onu qələt oxumuşam. Ola bilər belə zehnimə gəldi ki, bu kəlmə orada da bu cür yazılmışdı. بخور جامی درون دل بکن صاف. بخور جامی درون دل بکن صاف. به ما خور در دو عالم. به ما خور در دو عالم همچو من شو. محبی بار محنت چون کشیدی، شتربانی کن و ویس قرن شو. گرفتم همچو مجنون دهر را بیچاره باشد. گرفتم همچو مجنون دهر را بیچاره باشد. ولی مشکل که چون من در عدم آواره باشد. چه خواهد خواستن غیر از نمک مرهم نمیدانم. چه خواهد خواستن غیر از نمک مرهم نمیدانم. جراحت های من کز غمزه خونخواره باشد. جراحت های من کز غمزه خونخواره باشد. پریرویان عالم چون کنندم سنگسار از جور. در آید در فغان هر جا که سنگ خاره باشد. کیم من تا شوم با مهوشان
همدم همینم بس که از دورم بدیشان طاقت نظاره باشد، که از دورم بدیشان طاقت نظاره باشد. بدین خوبان شهر آشوب بالله بس نمی آید، بدین خوبان شهر آشوب بالله بس نمی آید. اگر هر دم محبی را دل صد پاره باشد. در سر زلف تو دل در بند زندانی خوش است، در سر زلف تو دل در بند زندانی خوش است. هر کسی شادی خوش است، ما را پریشانی خوش است. در ره جانان فشاندن سهل باشد اشک را، هرچه عاشق شد حقیقت زان برافشانی خوش است. ای مه خرگه نشین بهر خیال وصل تو، خیمه شد دیده طناب خیمه مژگانی خوش است. هرچه فرمودی بفرما جان و دل در راه توست، بنده در طاعت فرمان سلطانی خوش است. صرف کردم جان در این وادی ندیدم راحتی، ای محبی محنت و غم درد مهمانی خوش است. Do beytlere geldik. Buradan bu yüzden do beytler başlanır. از چشم فتنه تو دل خراب است، ز شوق حسن ز شوق حسن تو جگر کباب است. دلا در خوان زلفش چون بلا هست، دعا هنگام شب را مستجاب است. Hər səfərdən bir do beyt oxuyacağam, yoruldum. Fikirlərim 4 saat olur ki, burada باز این شب تا سحر آه و فغان آورده‌ام، عالم کون و مکان را دل به جان آورده‌ام. من که دانم لطف تو افزون تر است از جرم من، از گنه şermende رو بر آستان آورده‌ام. Qurtardı. Gedək oradan bir son 2 dana tək beyti var farsça, onları oxuyaq. آه آن ابرو کمان چشم سیاه از نار بست، آه آن ابرو کمان چشم سیاه از ناز بست. پرده نیلوفری بر نرگس غماز بست، بر نرگس غماز بست. Yorulmuşam dahi, dilim çox çönmür. دوستان گفتند محبی را چرا دلدار گشت، گفتم طالع مساعد دولتم امداد داد. Burada kitab qurtardı və biz kitabın sonuna yetişdik. Deməliyəm ki, biz keçənki proqramda 1 saatdan çox, bəlkə 2 saat Mühibbi Həzrətləri, yəni Sultan Süleyman Qanuni'nin şeirlər 5 dana divanın indirdik və onları bir-birindən tutuşdurduq. Sonra onların 3-ünü seçdik. O 3 dananı bu cələsədə başladıq. Birincisi çap olmuşdu, daş çapı idi, səngi çapı səngi idi. Ondan biraz oradan buradan baxdıq, qoyduq qırağa. İkincisi o divan dişi türkcədir, amma 264 səhifədir. Onu da oxumadıq. Dedik ki, hər nə ki bu 602 səhifədə var, orada da var. Bu əlbəttə bu qələt ehtimaldır. Yəni kaş belə olmayaydı, amma vaxtımız yoxdur, oxuyaq. Tutuşturmaq lazımdır ondan bunu. Çünki ola bilər bəzi şeirlər bu kitabı 3-cü divan 602 səhifəlik bir divandır ki, bunun 22 səhifəsi farscadır. Ki, farsca qəzəllər və dubeytilər, tək beytlər buradadır. Biz dedik ki, o 264 səhifədir və hamısı türkcədir. Bu fərzi qoyduq ki, orada yazılan şeirlərin hamısı burada ola bilər. Amma bu bir dənə iştibah fərzidir məncə. Çünki
Əlimizdə bu 602 səhifə ki oxuduq ki 22 səhifəsi də farscadır. Bunu yazan zaman Sultan özü diridir. Ola bilər bu yazılıb qurtarandan sonra Sultanın ayrı şeirləri ola ki sonralar yazıla. Və biz əlbəttə ki burada bu iki son nüsxəyə də baxdıq. Dedik ki birinci nüsxə, yəni o 264 səhifədir. Ona baxdıq, dedik ki bu ehtimalən, yəni bunun alveri ya şeyi əldən ələ keçməsi burada bəllidir. Yazıblar burada Fazil Əfəndi adında bir adam, Əs-Seyyid Fazil bunu alıbdır. Və bunun aşağısında bir yerdə tarix vurubdur buna. Əgər tarixini tapsaydıq onun, bu Fazil Əfəndi burada səni 1256-da bu əldən ələ dolaşıbdır. Və 13 Şubat 1936-da gəlib yetişib kitabxanaya. Bundan öncəki ikinci kitab, yəni bu iki oxuduq, biz bunu oxuduğumuz çox oyudur. Bu ki 602 səhifəlik bir divandır. Bunun da 1065-də bunun üstünə bir şey yazılıbdır. Yəni ehtimalən Yəhya adında bir adam Mısır ya Mısır filana gəlibdir. Bunların əlinə düşüb, amma onların əlinə bu tarixdə düşübdür. Divan-ı Mühibbi kitabın üstünə əvvəldə yazılıbdır. Yəni əvvəldə. Amma yəni kitab yazılana ki Həzrəti Mühibbi özü də diriymiş, onda yazılıb. Amma bu 1065 Yəhya hər nə mənə burada Yah.mis.ar yazılıbdır, 60 da qoyulub burada. Ehtimalən bu söz 1065-də yazılıbdır. Yəni bu divana rəbti yoxdur. Çünki bu 1065 hətta latincə yazılıb. Və üstdəki o Yah, Mas, Mrs. Ar nə mənədir, hər nədir, o da latincə yazdığı üçün bu ildə bu kitab bizim əlimizdən çıxıb gedibdir Urpalıların əlinə. Belə görünür. Amma sonra bu kitab qeydib yenə bizim əlimizə. Amma biz burada görürük ki, bu kitabı burada görürük ki, diqqət buyurun, bu da mühümdür. Dedik ki, bu gəlib bizim əlimizə, çünki dedik bu kitab bir yerdə bizim möhrü gördük. Əcəba o möhrü tapa bilsək. Bu kitab əslən bizim əlimizə gəlməyib. Bu Yəhudilərin əlindədir. Tarixi 1065-də Yəhudilərin əlinə keçibdir. Ola bilər ki, dedik o Yəhya, MS və MR onun adı ola bilər o adamın. Bu 1190-da bu adam yenə bu adamın əlinə düşübdür. Nə cür isə, yəni bu 1065-də düşübdür bir nəfərin əlinə, Yəhudinin əlinə. Məncə Tazaşdan 1190-da düşübdür bir müsəlmanın əlinə. Belə görünür. Amma burada son bu kitab hardadır, onu da tapaq. Bunu bir fırlatmaq lazımdır. Əgər fırlada bilsək, buranı oxusaq. Bu tərsəsidir. 2 dəfə də fırlasaq, bəlkə düz olar. Bu kitab indi register at filan yazılıbdır. Important. Keep test. Target in envelope. Avoid direct. Ehtimalən mən bunları oxuya bilməm. Çünki qatışıq görürəm. Exposure of the test target of to sunlight of other extreme light sources. Beləsi bir şey də burada qoyubdur. Ehtimal verirəm ki, bu bizim əlimizdə deyil indilikdə. Müsəlmanların ya türklərin əlində deyil bu kitab. Mənim ehtimalım budur ki, bu Urpalıların əlindədir hala. Mən bir möhür görmədim. Axirində baxım görüm, bunu bir möhürdən zaddan görə bildik ki, bu bizim türklərin ya müsəlmanların əlində olmağın təyid eləyə. Yenə burada o möhür var, o Yahudilərin möhür var. Vəssalam, qutardı kitab. Yoxdur. Hər halda, beləliklə bu günü qutarırıq. Bir çox gözəl, dərin padişahımızın, xəlifəmizin şeirləri ilə tanış olduq, düşüncələri ilə tanış olduq.
şeirlərindən çox oxuduq, az oxumadıq. Fars 22 səhifəlikdə bu kitabda fars şeiri var idi. Dostlar ki, deyirlər onlar fars deyibdi. Gəlsinlər görsünlər də. Hududən %3 desaq, bu kitab %3-ü farscadır.